Salam, mən bugün demonstrasiya edəcəm fake, yəni phishing günümüzdə çox yayılıb. Səhifələrin linkləri və insanlar öz bank hesablarını, sosial platforma hər hansı bir hesabları üçün şəxslərə ötürürlər bilmədən. İndi nümayiş etdirəcəm, baxın və hər hansı linklərə toxunmayın. Laborator şəhərdə mən göstərəcəm. Linklərə toxunduqda, yəni sonsuzlar nə ola bilər, indi nümayiş etdirəcəm sizlərə. Və mən demonstrasiya edirəm burada Gmail üzərindən gəlmiş bir məktubda. Misal göstər, hər hansı linklərə girdikdə, bax, orijinalla birə-bir kopyadır. Üzərinə vurduqda, əgər biz məlumatlarımızı, mail, password və ya burada hər hansı bir ola bilər, mən indi Gmail üzərindən göstərirəm. Məlumatlara sign verdikdə, girişdə avtomatik ekra yönələ bilər. Ona görə qəti şəkildə linklərə girdikdə məlumatlarınızı bilmədən hər hansı bir səhifəyə yönəldərsə, orada məlumatlarınızı yazıb üçün şəxslərə ötürülməsini yəni eləməyin. Yəni bu linklərə ümumiyyətlə tıklamayın. Vurduqda bax belə fake səhifələrə yönələ bilərsiniz.